أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Səfərdə ibadət necə edilir? Yəni, bir müsəlman səfərə çıxdıqda ibadətin formasında dəyişiklik olurmu? Və yaxud da səfər dediyimiz haradan başlayır, harada bitir? Səfər ərəfəsində nələri etmək olar, nələri olmaz? Dinimizin buna baxışlarını sizin diqqətinizə çatdıracağam. Dəyərli müsəlmanlar, ümumiyyətlə səfər mövzusu dinimizdə fərqli görüşlər olan mövzulardan sayılır. Yəni, səfər üçün fərqli görüşlər vardır. Mən sizə bu dərsdə səfər üçün ən mötəbər görüşləri diqqətinizə çatdıracağam. Yəni, bir məsələdə bir neçə görüş varsa ki, filan imam belə deyib, filan imam belə deyib, onun ən racih olan deyilir. Yəni, ən etibarlısı, ən mükəmməl olanı, yəni onun daha qorxusu yoxdur, olan görüşləri diqqətinizə çatdıracağam. Ona görə də əgər birindən bundan fərqli bir söz eşitsəniz bəzi məsələlərdə, ki, onları sizə deyəcəyəm, hansıdır ki, bunda başqa görüşlər var. Daha bütün mövzu deyil. Həmən məsələdə heç kəslə mübahisə etməyin. Ona görə də eşitsəniz ki, birisi deyir ki, səfər sayılır 14 gün, sən isə 4 gün olanını qəbul edirsən, bəli, o adamla mübahisə etmə. O 14-ü qəbul edirsə, onun dəlili vardır. Amma dəlili zəifdir. Biz ən etibarlı olan görüşləri sizin diqqətinizə çatdıracağam. Yəni, bu görüşləri öyrənib, əzbərləyib, səfərdə icra etsəniz, ümidvaram ki, axirətdə buna görə heç bir sıxıntı, peşimançılığımız olmaz Allahın izni ilə. Bəli, dəyərli müsəlmanlar, səfər ağırlıqdır, yorğunluqdur. Allahın Rəsulü sallallahu aleyhi və səlləm ümumiyyətlə səfər mövzusunda olduqca yumuşaq davranardı ümmətə ki, çünki həqiqətən də səfərdə ağırlıq vardı. İnsan yorğun olur, biraz səfər onun xasiyyətinə təsir edir, biraz səfərdə sərtləşir, çünki işləri evində olduğu qaydada getmir, haçan hara çatacağı bilinmir, yolda nələr baş verəcəyi bilinmir. Bütün bunlar biraz insanı tedirgin edir və həyəcanlı edir və ona görə səfərdə biraz ağırlıq olur. Aləmlərin Rabbi Allah da səfərə çıxan mömin qulları üçün bəzi məsələlərdə güzəşt etmişdir. Və onlar sizin diqqətinizə çatdırılacaq. Dəyərli müsəlmanlar, əvvələn səfər başlayır insanın zehnində. Yəni, sən şuurunda niyyətləşirsən ki, mən sabah səfərə çıxıram. Bəli, bax, bunu beyində formalaşdırıb və ondan sonra səfərə insan nəyi necə etməlidir, düşünməlidir, hazırlığını görməlidir. Səfərə çıxan insan, səfər haradan başlayır? Yəni, bir insan, misal üçün, səfərə çıxanda orucu yeyə bilər, hökmü vardır. Yəni, səfərə çıxırsansa, orucu yeyə bilərsən, icazə verilmişdir. Namazları qısalda bilirsən. Haçandan başlayır bu qısaltmaq? Haçandan başlayır orucu yemək? Mən səfərə çıxacağam bugün, evimdə yeməyi yeyə bilərəm? Cavabı xeyr, əsla. Səfər başlayır sənin şəhərinin çıxışından. Hansı şəhərdə yaşayırsansa, onun son lövhəsi ki, hal-hazırda yazılır, misal üçün, Bakı şəhərinə giriş, Gəncə şəhərinin girişi, Lənkəranın girişi, yəni şəhərin girişi və çıxışı necə ki yazılır, bax, ora
sənin şəhərin sayılır. Sən oranın girişindən və çıxışından səfərin başlayır. Əgər səfərə çıxacaqsan, orucunu evdə yeyə bilməzsən. Və yaxud da səfərə çıxacaqsan, zöhr namazının vaxtıdır. Evində, öz şəhərində həmən namazı qısa qıla bilməzsən. Ta ki, həmən məsafəni keçmədiksə. Ora deyirlər tərəxxus həddi. Yəni, son sərhəd. Oradan başlayır sənin səfərin. Daha evində, şəhərində deyil. Səfərin kilometrajı var. Yəni, nə qədər yol getsəm, səfərdə sayılıram. Tutaq ki, evimdən çıxıram, şəhərimdən çıxıram, 20 kilometrlik bir məsafəyə gedirəm. Yəni, qonşu şəhərə gedirəm, ya da ondan sonraki növbəti şəhərə gedirəm. Bəli, deməli, hansı şəhərə getdiyinlə deyil. Gedəcəyin şəhərin, yəni hansı şəhəri niyyətlənmisənsə, yəni misal üçün Bakıdan gedirsən Gəncəyə. Gedəcəyin şəhərin minimum kilometrajı 83 kilometr olmalıdır. Yəni 83 kilometri keçdisə, bəli, o zaman səfərdəsən. Birdən 70 kilometrlik bir məsafəyə getsən, 75 kilometrlik bir məsafəyə getsən, səfər sayılmır. Ta ki, 83 kilometr olmadıqca. 83-dən sonra daha onun rəqəmi yoxdur. 100 kilometr, 500, 1000 fərq etməz. Yəni, minimum 83 kilometr olmalıdır məsafə. Və səfər, deməli, bu məsafəni getdinsə, yəni, yaşadığın şəhərdən digər bir 80 kilometrdən, 83 kilometrdən çox olan bir məsafəyə getdin. Həmən yerdə neçə gün qalsan, səfərsən? Bax, burada ixtilaf vardır. Yəni, getdiyim yerdə bir gün qaldım, sonra qayıtdım vətənimə, səfərdə sayılıram. 2 gündə qalsam, səfərdə sayılıram. 3 gündə qalsam, səfərdə sayılıram. 4-cü gün, əgər 4 gün niyyəti vardırsa, 4-dən yuxarı isə səfər sayılmır. Yəni, 3 gün adam qonaq ola bilər. Daha 3 gündən çox qonaq deyil. Artıq şəriətin bütün hökmlərini tam icra etməlisən. Sənə güzəşt daha yoxdur. 4 gündən yuxarı. Bəziləri demişdir, 4 deyil, 14-dür. İmam Əbu Hənifə demişdir, 4 deyil, 14 gündən çox qalsan, səfər hökmü səndən qalxır. 14 günə qədər səfərdə sayılırsan. Bunu İmam Əbu Hənifə demişdi. İbn Abbas, Rasulullahın əmisi oğlu isə demişdi, 19 gün. Əslində, bunlar özlərindən deməyib, mən sizə o təfərrüatı demirəm, çünki dərs çox çəkər. Bu, uzun hədislərdir. Deməli, hamının dəlili vardı, amma o görüşlərdən ən etibarlısı 4 gündür, dəyərli müsəlmanlar. 4 gün. Yəni, bir yerə gedəcəksən, orada 4 gün qalmaq düşünürsənsə, 4 gün müddətində səfər hökmündəsən. Yəni, güzəştlərdən istifadə edəcəksən. Əgər 5 gün, 6 gün və daha çox qalmaq fikrin varsa, səfərdə deyilsən. Və ona görə Hənəfi məzhəbində olanlar 14 günə əsas götürür. Yəni, onlarla bu mövzuda mübahisə etməyin. Çünki haqlıdırlar, dəlilləri vardır. Sadəcə olaraq 4 gün ən etibarlısıdır. Yəni, qiyamət günü Rəbbinin yanında sən 4 gündən sonra səfər hökmünü icra etməsən, nə edəcəksən? Yəni, namazları tam qılacaqsan, orucu tutacaqsan. Bu sənin üçün zərərli deyil ki. Deməli, Rəbbinin yanında da zərər etməzsən. Ən etibarlısını götürək, 4 gün. Deməli, kilometraj məsafəsi 83 kilometr olsa və o qalacağın yerdə 4 günə qədər qalacağım fikrindəsənsə, evindən çıxanda, yolu gedərkən bu fikirdəsən ki, orada gedib, misal üçün Bakıdan Gəncəyə gedirəm, 3 gün qalacağam. Gəncədə sonra evimə qayıdacağam. Deməli, 3 gün qalacaqsansa, 4 günə qədərdir də sonu.
4 günə qədər qalacaqsansa, səfər hökmü var. Birdən sən düşünsən ki, gedirəm Gəncəyə, bir həftə qalacağam orada. Hə, bir həftə qalacağam niyyəti ilə gedirsənsə, artıq orada səfər deyilsən. Yenə deyirəm, 14 gün deyən də var, ha, həmən görüşdəsənsə, sənin üçün 14 gün üzürdür, güzəşdir. 14 gün səfər hökmündəsən. Amma etibarlı olsun deyə sizə 4 günü tövsiyə edirəm. Belə. Deməli, bu müddətə qədər səfərdəsən və kilometr də 83 kilometri çox oldusa. Və səfərin də hökmü danışdığımız kimi. Güzəştlər haçandan başlayır, yaşadığın şəhəri çıxandan sonra başlayır. Daha həmən şəhərin içində üzürlü deyilsən. Bəs səfərdə olanda nələr bizə güzəşt verilmişdi? Nəyi etməyə icazə verilmişdi? 1. Yadda saxlayaq. Səfərdə olanda 5 vaxtı namaz ki var, bu 5 vaxtı namaz 3 vaxta düşür. Necə ki, bəziləri cahillikdən həmişə 3 vaxtı qılırlar. Səhər, günorta, axşam. Halbuki namaz 5 vaxtıdır. Yalnız səfərdə 3 vaxta düşür. Yəni, sübh namazı hələ sübh namazı vaxtındadır. Günorta namazları, zöhür, əsir namazları birləşdirilir. Birləşdirilir. Məğriblə işa namazı da, yəni axşam namazları da birləşdirilir. Bu, daha doğrusu birləşdirilə bilər. Yəni, günorta namaz azanında sən səfərdəsənsə, öz şəhərivi keçmisənsə, gedəcəyin yerdə də 3 gün, 4 gün qalmaq fikrin varsa, deməli sənə güzəşt var. Sən zöhür azanı verilən kimi zöhür namazını qıldın, özü də 4 rükətli namazlar 2 rükət qılınacaq. Zöhür, əsir, işa, bu 3 namaz ki var, 4 rükətdir, bunlar 2 rükət qılınır. Eyni sübh namazı kimi. İkinci rükətdə təşəhhüd, salam deyib namazdan çıxırsan. Deməli, səfərdə olanda zöhür namazı, azanı vaxtı, zöhürü qıldınsa, ardıca əsri qılırsan. Buna deyirlər birləşdirmə. Birləşdirmə istəsən, vaxtıva baxır. Zöhür namazı vaxtı, azan verildi. Zöhürü qıldın 2 rükət və sonra iqaməni verdin, daha azan verilmir, bir dəfə azan verilir. İqaməni verdin, ardıca əsri qıldın. Özü də birləşdirərkən, birinci namazı qılandan sonra zikir etmədən, həmən çiyinlərə salamı ki verdin, zöhrü qıldın, çiyinlərə salamı verdin, durursan ayağa, iqamə verirsən. Daha zöhrün zikirlərini etmirsən. İqamə verirsən, əsir namazını qılırsan, əsir namazı qılınandan sonra 2 namazın zikrini birləşdirib bir dəfə edirsən. Belə. Deməli, birləşdirmə, istəsən zöhür azanı vaxtı, hələ zöhrü qılıb sonra ardıca əsri qılarsan və yaxud da istəsən, bu vaxtı sənə əlverişli deyilsə səfərinə görə, əsir vaxtı da qıla bilərsən. Yəni, zöhrü yubadıb, əsir namazı vaxtı. Azan verildi, birinci zöhrü qılıb 2 rükət. Ardıca əsri qıla bilərsən. Deməli, birləşdirməni əvvəldə də birləşdirə bilirsən, axırda da birləşdirə bilirsən. Haqqındadır. Necə istəsən edə bilərsən. Zöhür namazından əsrin sonuna qədər hansı vaxta istəsin birləşdirə bilərsən. Yetər ki, sənin səfərin üçün əlverişli olsun. Və səninlə səfərdə olanlar üçün də əlverişli olsun. Və birləşdirərkən də dəyərli müsəlmanlar, unutmayaq. Zöhrü qıldınsa zikri etmədən əsri birləşdirirsən. Sonra zikirləri edirsən. Arada zikr etmək yoxdur, sünnəyə uyğun deyil. Axşam çağı da belə. Məğrib azanı verildi. Məğribi 3 rükət qıldın. Çünki 3 rükət 2 olmur. Hələ məğrib 3-dür. 3 rükət məğribi qıldın. Həmən ardıca iqamə verib əsir işa namazını qılırsan. 2 rükət. İstəsən məğribin ardıca qıl, istəsən məğrib azanından sonra yubat, işa namazının vaxtında
Hələ birinci məğribi, sonra işanı qıl. Bunu da etmək haqqındır və aralarında zikir etmirsən. Dəyərli müsəlmanlar, görəsən birləşdirmək daha fəzilətlidir səfərdə olanda. Yoxsa əgər sən elə yerdə səfərdəsən ki, misal üçün müsəlman diyarıdır, getmisən Məkkəyə, ziyarətə. Daha orada 3 vaxtı qılma. Bu tövsiyədir ha, istəsən orada da qıla bilərsən. Əgər orada hələ zaten məscidin yaxınlığındasan, hər azan verilir, namaz vaxtı, sənin də işin olmayacaq, gedib namaz qıla bilərsənsə, ən gözəli 5 vaxtı qıl. 5 vaxtı qıl, get, həmin cəmaata qoşul, 5 vaxtı qıl. Amma unutma, əgər sən səfərdə namaz qılırsansa, 4 rükətləri 2 rükət qılırsansa, sən qılsan, imam olsan, 4-ü 2 qılırsan. Əgər sən yerli imama qoşulsan, misal üçün getmirsən məsciddə, səfərdəsən, məsciddə imama qoşulmusan. İmam zöhrü 4 qılır da, yerlidir də. Hə, sən də imama qoşuldun, 4 qılacaqsan. Daha mən səfərdəyəm, 2 qılıb oturub imamı gözləmirsən. Xeyr, imam necə qılır, belə qılırsan. Və yaxud da ki, yoldaşlarından biri də belə. Tutaq ki, qonaq getmirsən bir evə, eviyyəsi imam olmalıdır. Ən yaxşısı budur. Eviyyəsi imam olanda 4 qılacaq. Sən də elə ona qoşulmusansa 4 qılacaqsan. Amma imam səni qoysa eviyyəsi, desə ki, yox, sən imam ol, sən məndən elmlisən, məndən çox bilirsən Qur'anı, o zaman sən 2 qılacaqsan. Çünki səfərdəsən. Eviyyəsi isə sən 2 rükət qılandan sonra sən sinə salam verəndə eviyyəsi salam vermir. Qalxır ayağa, 3-cü, 4-cü rükətləri qılır. Bəli, deməli, səfərdə olanda birləşdirmək icazəlidir, amma ki, yaxşı olar ki, vaxtın varsa birləşdirmə. 5 vaxtı namazı hərəsini öz vaxtında qıl. Səfərdə olan güzəştlərdən biri də orucdur. Yəni, bir insan oruc tutursa, səfərdə ona icazə verilmişdi, orucu yesin. Misal üçün, Ramazan orucu. Yemək haramdır, olmaz, oruç tutmalısan. Amma səfərə çıxmısansa, sənə icazə verilmişdi. Orucu istəsən, aça bilərsən. O da istəsən ha, bəziləri belə deyir, səfərə çıxıram, hökmən gərək orucu yeyəm. Yox, yox. İcazə verilib. Yəni, orucu yesən, günahkar deyilsən. Amma bacarırsansa, tut. Nafilə orucları hamısına aiddir. Səfərdəsən, nafilə orucu tutmaq istəyirsən, tuta bilərsən. Gücünə baxır, səfərvə təsirinə baxır. Tuta bilərsən. Amma istəsən, yeyə də bilirsən. Buna görə günah daşımırsan. Və əgər Ramazan ayıdırsa, səfərə çıxmısan, umrə səfərini demirəm, amma umrə səfərində Ramazan ayında oruç tutmalısan. Digər vaxtlarda səfərə çıxmısansa, daha doğrusu digər şəhərlərə səfərə çıxmısansa, orucu yemək sənə icazə verilib. Tutaq ki, Türkiyəyə getmirsən. Orucu yemək sənə icazə verilir, amma ictimai yerlərdə deyil. Gizli yerlərdə yeməlisən. Cəmaata pis örnək olmaq olmaz. Deməli, orucu yeməyə icazə verilmişdi. Amma sənə 4 rükətli namazı 2 rükət qıl deyilirsə, sən deyə bilməzsən, yox, mənim səfərim rahatdır, 4 qılıram. Bu doğru deyildir. Namaz batil deyil, amma günahkarsan. Çünki Allahın sənə verdiyi üzürü, güzəşti niyə qəbul etmirsən? Resulullah'dan soruşduqda ki, olmazmı 4 rükətli namazları səfərdə hələ 4 qılım? O deyir, Allahın sənə etdiyi sədəqəni geri qaytarma. Allah sənə güzəşt eləyib, onu al. Yəni 4'ü 2 qıl. Bu aiddir 4 rükətli namazı 2 rükət qılmağa. Birləşdirməyə aid deyil. Sən birləşdirmək üçün istəsən birləşdirirsən, istəsən 5 vaxtı qıla bilərsən. Oruca da aid deyil. İstəsən orucu tutarsan, çünki Resulullahın yanında bəziləri oruç tutmuşdular. Dedilər ki, ya Resulullah, biz səfərdəyik, bu oruç tutub, deyir, işiniz olmasın.
Rasulullahın özü yemişdi orucu. Amma kim oruç tuturdusa ona heç nə demədi. Və bəziləri deyir, Allahın Rəsulu yemişdi, niyə bəs ətrafdakılar yemədi? Onlar ona qarşı çıxdılar. Cavab budur ki, yox. Əslində Allahın Rəsulu da yemək istəmirdi. Zövcəsinin ona tövsiyəsi, Allah da o tövsiyəni bəyəndi. Ki, deyildi, sən öz gücünə görə tutmazsan, tutarsan orucu, heç kəs də orucu yeməz, hamı oruç tutar. Bəlkə içində zəiflər var. Bax, o zəiflər hünərlənsinlər deyə, narahat olmasınlar deyə Allahın Rəsulu yedi. Yoxsa o tutmaq istəyirdi orucu. Yedi ki, qoy mənə baxıb zəiflər yesin. Deməli, güclüsənsə, tut. Bəlkə yaxşı yemək yemisən, bəlkə enerjin güclüdür, tut orucunu. Yox, kim zəifdir, halı yoxdur, yesin. Belə. Deməli, oruc da belə. Və bir də səfərdə sənə güzəşt olunur. Biz ki, evimizdə, şəhərimizdə olanda, corabın üstünə bir sutka məs çəkirik, dəstəmaz alanda, axı biz hər dəstəmazda ayaqlarımızı yumuruq. Yay, qış, fərq etməz. Corabın üstünə məs çəkirik. Bir dəfə ayağımızı yuyuruq, sonra 5 dənə namazı məs çəkirik onun üstünə. Çıxartmama şərti ilə. Bu, evində olanda, şəhərində olanda bir sutka sənə icazəlidir. Amma səfərdə olanda isə 3 sutka corabı ayaqdan çıxartmama şərti ilə 3 sutka corabın üstünə məs çəkə bilirsən. Burada corab üzərinə məs deyə YouTube-da yüklə, kanalı axtarsız, orada bu dərs vardır, təfərrüatı orada vardır. Corab üzərinə məs çəkməyin hökmü adlı dərsdir. Sonra səfərdə ratibə sünnələri qılınmır, sübhün sünnəsindən başqa. Ratibə sünnəsi, yəni hər namaza bitişən sünnə ki var, zöhrdən öncə 4 rükət sünnə var, zöhrdən sonra 2 rükət, Mağribdən sonra 2 rükət, İşa namazından sonra 2 rükət. Bu namazlar qılınmır. Ratibə, sünnələri qılınmır. Bircə sübh namazının sünnəsi, yəni sübhdən öncə 2 rükət, bircə Rasulullah onu qılmışdı. Digər namazların sünnələrini qılmamışdı. Ratibə sünnəsi səndən götürülür. Amma digər sünnələr isə qalır. Misal üçün, duha namazını qılarsan. Gecə namazları qılarsan səfərdə, istəsən qılırsan yəni. Bu namazlar könüllüdür də, zorunlu deyil. Könüllüdür, istəsən qılırsan. Deməli, gecə namazı, duha namazı, azanın sünnəsi qılmaq, dəstəmazdan sonra 2 rükət namaz qılmaq, məscidə girdikdə 2 rükət namaz qılmaq, bunların hamısı qılınır. Bircə sənə icazə verilən, üzərindən qaldırılan ratibə sünnələridir. Sonra, səhər-axşam zikirləri etməlisən. Səhər-axşam zikirləri. Biz bilirik ki, axşam zikirləri əsr namazından sonra olur. Bəlkə bu adam səfərdə əsr namazını birləşdirib, zöhr vaxtı qılıb. Yəni, zöhrü qılıb, zöhrün ardıyca əsri qılıb. Axşam zikirlərini edə bilər, cavab budur ki, bəli. Əsr namazından sonra, yəni zöhrə birləşdirsə də, səfərdə əsr namazından sonra axşam zikirlərini edə bilər. Amma ən gözəli budur ki, zamanlama ilə əsr vaxtı olandan sonra etsən daha gözəldir. Amma edə bilərsən. Deməli, zikirləri də səfərdə edəcəksən. Daha səfərdəyəm, zikir etmirəm deyil. Əksinə, səfərdə zikri, duanı çoxaltmaq lazımdır. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləm duanın ən mükəmməl yerlərindən biri də səfərdə edilən müsafirin duasıdır. Yəni, sən səfərdə özün üçün, ailən üçün, övladların üçün, vətənin üçün, müsəlmanlar üçün dua elə. Çünki duanın ən təsirli hallarından biri də səfərli adamdır. Çünki səfər yorğunluqdur. O yorğunluğun içində vaxt tapıb Allaha dua edirsənsə, Allah o duanı geri qaytarmır. Səfərin hökmü haçan bitir? Səfərin hökmü vətənivə çatan kimi bitir. Vətəninə çatan kimi. Vətən də deyildikdə şəhərinə çatan kimi.
Yəni həmən yeri ki, biz bayaq danışdıq, həmən yerə çatandan sonra səndə səfər başlayır. 4 rükətli namazları 2 qılırsan, corabın üstünə 3 sutka məs çəkə bilirsən ki, öz şəhərivi çıxan kimi oradan başlamışdı ha. Həmən yerə çatan kimi səfər hökmündən çıxırsan. Yəni mən misal olaraq Bakını deyirəm təkrar, çünki paytaxtımızdır ona görə. Yəni haradasansa, İstanbuldasansa İstanbul, Moskvada yaşayırsansa Moskva, MKAD-ına qədər hesablanılır. Yəni harada yaşayırsansa ora, o şəhəri deyirik. Amma ki bir misal olaraq Bakı şəhəri nəzərdə tutulur. Tutaq ki Bakı şəhərindən çıxmışdın, səfərdə idin. İndi Bakıya qayıtdın. Şəhərin girişi var ha. Şəhərin girişinə ki girdin, artıq səfərin hökmü səndən ləğv olunmuşdu. Yəni oradan sonra namaz qılsan 4 rükət qılmalısan. Ramazan ayıdırsa həmən yeri keçəndən sonra heç nə yeyə bilməzsən. Hətta səfər əvvəlini yemisən ha. Bax oranı keçmisənsə oradan sonra yemək yeyə bilməzsən. Çünki artıq sənin səfər güzəştləri səndən alınmışdı. Birdən səfərdə sənin namazın qəzaya keçib. Misal üçün zöhr əsri qılmamısan. Qəzaya keçib axşam sağı gəldin çatdın vətənivə. Şəhərivə daxil oldun. Bu namaz qəzaya keçib səfərdə. Mən onun qəzasını qılanda 2 rükət qılmalıyam, yoxsa 4? Cavab budur ki, artıq səfər hökmü səndən ləğv olmuşdu. Şəhərivə daxil olmusan. Öz şəhərivə daxil olandan sonra səfər icazəsi yoxdur sənə. Deməli, namaz qəzaya səfərdə də keçsə, evində onu 4 qılacaqsan, daha 2 rükət deyil. Bəzən insanlar belə düşünür ki, səfərdə namazı yubatmaq olur. O, sübh namazına aid deyil ha. O, zöhr namazını yubada bilirsən əsrə. Mağrib namazını işaya yubada bilirsən. Amma sübhü yubatmaq olmaz. Sübhün vaxtı elə əvvəlindədir. Sonra bir məlumat kimi də deyim, qadınlarımız bəzən makiyaj eləyirlər. Ya toya gedir, ya qadın məclisində olacaq, hər nədir, makiyaj edib, üzünü başını düzəltdirib. Bu namaz qılmaq üçün zöhrü qılıb, indi əsr içində qılsa, üzünü yusa, bunun özünə baxdığı, necə deyərlər, etdiyi makiyaj gedəcək, pozulacaq. Ola bilərmi zöhrlə əsri birləşdirsin? Bax, bu sual hər halda bəzi qadınları düşündürür, müsəlman qadınlarımızı. Bəli, cavab budur ki, belə halda birləşdirmək icazəlidir. Çünki fikirləşir ki, mən bunu etsəm, belə zəhmətim zay olacaq deyə, zöhr vaxtı, zöhrü qılandan sonra əsri ona birləşdirə bilər. Buna dəlil nədir? Allahın Resulü sallallahu aleyhi və səlləm bir dəfə heç bir səbəb olmadan zöhrlə əsri birləşdirmişdi. Mağriblə də işanı birləşdirmişdi. Bu hədisi də İbn Abbas rəvayət eləyir. Bəzi nadanlar bunu əsas götürüb ömür boyu zöhrlə əsri birləşdirirlər. 3 vaxtı qılır və deyir, Allahın Resulü bir dəfə etmişdi. Bəli, Allahın Resulü həyatında bir dəfə etmişdi onu. O bir dəfə nə içindir? Bax, dediyimiz hallardadır. Təsadüfən. Hal düşdü. Gözlənilmədən hadisə baş verdi. O zaman birləşdirə bilirsən. Misal üçün, deyildiyi kimi, özünü makiyaj edib, belə zəhməti zay olacaq. Bu da ki, ara bir baş verir. Ayda bir dəfə, nə bilim, 3 ayda bir dəfə, 20 gündə bir dəfə, misal üçün, çox nadir halda baş verirsə, bunu etmək olar. Yoxsa, tutaq ki, bir insanın işi gücü budur. Misal üçün, hər gün özünə baxır, belə, özünə makiyaj edir. Daha buna hər gün bunu etmək icazəli deyil, xeyr. Bu, təsadüfən, nadir halda icazəlidir. Misal üçün, bəydir, öz toyuna gedir. Və yaxud da ki, toyla əlaqəli bir yubanma olacaq. Fikirləşir ki, mən əsri qılmasam, orada qıla bilməyəcəyəm. Nəsə bir sıxıntı olacaq, qıla bilməyəcəyəm. Bu, təsadüfən belə olursa, birləşdirə bilər. Yoxsa ki, ardıcıl bunu etmək olmaz.
Bu aiddir, misal üçün xəstəsən, xəstəsən, sənə iynə vurulub yatmalısan. Fikirləşirsən ki, mən məğribi qılmışam, işa üçün mən işaya dura bilməyəcəyəm. Yorğunam, titrəməm var. Qılım yatımmı ikisini də? Bəli, edə bilərsən, birləşdirə bilərsən. Deməli, təsadüfən müəyyən səbəb olsa, birləşdirmək olur. Bu da çox nadir halda. Ardıcıl olsa namazı pozacaq. Belə dəyərli müsəlmanlar, səfərlə əlaqəli xatırlaya biləcəyimiz mövzuları topladım bir yerə ki, sizin içinizdə doğan suallara cavab olsun. Əgər yenə də kiminsə nəsə bir bundan kənar sualı çıxırsa, ən doğrusu elə WhatsApp kanalına sual göndərə bilərsiniz. Ən normalı da WhatsApp-a göndərməkdir. Çünki WhatsApp-da cavabı daha geniş adam verə bilir. Amma yorumlarda isə YouTube kanalının yorumlarında adam bəzi mövzunu uzun yaza bilmir deyə məcburi qısa yazır. Belə dəyərli müsəlmanlar, Allah Subhanahu taala səfərdə olan müsəlmanların səfərini rahatlaşdırsın və səfərdə olan insan da öz hökmünü hökmən bilsin ki, yanlış iş görməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.